Salam əziz tələbələr. Mən ingilis dili üzrə Fidan müəllim. Bu gün sizlərə so və saç qaydasının arasında olan əsas fərqləri sizə çatdıracağam. So tərcümədə elə-belə çox deməkdir. Özündən sonra sifət zərf tələb edir, özündən sonra isim gələ bilməz. Saç qaydasına diqqət etsək, tərcümədə elə-belə deməkdir. Sodan fərqli olaraq özündən sonra sifət zərf gəlmir, özündən sonra mütləq şəkildə isim tələb edir. Gəlin misallara diqqət edək. Burada qeyd edilir ki, she runs so quickly. Artıq görürük ki, sodan sonra zərf işlənibdir. Digər cümlədə I am so tired after work. Artıq burada görürük ki, sodan sonra sifət işlənibdir. Artıq bir məqam gəlir ki, bəs nə zamansa biz testlərdə hər hansı bir çalışma işləyərkən sodan sonra isim görə bilərikmi? Artıq onda burada bir məqama diqqət etmək lazımdır. Yadınızda saxlayın ki, sodan sonra o zaman isim gəlir ki, so ilə isim arasında many, few, much, little quantifiers ifadələri işlənilirsə, o zaman biz verə bilirik. Burada da yadımızda saxlamalıyıq ki, many gəlirsə sayılan cəm isim, eyni şəkildə də few'da da sayılan cəm isim, much və little ifadələrində isə sayılmayan isim işlənir. Burada da misala diqqət etsək, so many books, so few books, so much water, so little water formasında işlənir. Keçək saç qaydasına. Bayaq qeyd etdiyimiz kimi saçdan sonra isim gəlir və sifət işlənərmi? Biz bilirik ki, sifət o zaman işlənər ki, əgər ismin qarşısında verilərsə, yəni təyinləyici rolunda çıxış edərsə. Həmçinin bir məqamı yadda saxlayaq ki, saçdan sonra isim gəlirsə, sayılan təkdədirsə, bunu yadda saxlayaq. O zaman qarşısına a, an artikelları mütləq şəkildə verilməlidir. Gəlin misallara diqqət edək. It was such a beautiful day. Burada artıq biz diqqətlə görürük ki, they sayılan tək isimdir deyə article burada işlənibdir. They are such nice people. Burada görürük ki, people cəm isimdir deyə heç bir article verməyə gərək yoxdur. He told such a funny story. Burada da yenə görürük ki, story sayılan tək isimdir deyə biz burada yenə article işlədirik. İndi gəldik bir neçə məqama diqqət etməyə. Saçdan sonra so kimi hansı quantifiers ifadələri gələ bilər? Biz yadda saxlamalıyıq ki, saç ilə isim arasında ancaq a lot of quantifiers ifadəsi işlədə bilirik. Yəni, bu deməkdir ki, biz burada many, much və yaxud da digər ifadələri biz işlədə bilmərik. Misala da diqqət etsək, saç a lot of books kimi biz bunu misal gətirə bilirik. Bu hissədə mən xüsusən sizlərə vurğulamaq istəyərəm ki, such a little girl ifadəsi doğrudurmu? Artıq burada biz bir məqama diqqət etməliyik ki, burada little əgər balaca mənası, yəni sifət rolunda çıxış edirsə, deməli, buradakı article-da girl ifadəsi, yəni buradakı nouna aid olduğuna görə belə balaca qız mənasına tərcümə olunduğuna görə biz bunu doğru olaraq götürürük. Yəni, biz artıq burada tərcüməyə diqqət etməliyik ki, burada sifət rolunda mı çıxış edir, yoxsa quantifiers ifadəsi olaraq biz verə bilirikmi? Bu qədər.